Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bu videoda sizinlə buraxılış imtahanı tipli 70 məsələnin izahına baxacağıq. Elə başlayıram birinci sualdan. Birinci sualda deyir ki, iki ardıcıl cüt natural ədədin cəmi 66 olarsa, bu ədədlərdən böyüyünü tapın. İki ardıcıl cüt natural ədəd. Ardıcıl cüt. Cüt deyirsə 2n yazaq. Çünki n tək də olsa, cüt də olsa 2-yə vuranda cüt olur. Ardıcıl cüt ədədlərsə 2 vahid 2 vahid artır. Olsun 2n plus 2. Və 2 ardıcıl cüt natural ədədin cəmi 66'dır deyir. Onda toplayaq. Yazıram ki 2n plus 2 bərabərdir 66'ya. Buradan 2n ilə 2n'i toplayıram. 4n plus 2 bərabər 66. 4n bərabər 66 çıx 2 64. N də bərabər 64'ü 4'ə bölürəm 16. Aha. Şərtdədir bu ədədlərdən böyüyünü tapın. Onda aparaq n'i yerinə qoyaq. N'in yerinə deməli biz 16 qoysaq. 16 vur 2 vurulsun 16 olur 32. O bir də olar 2 vur 16, 32 üstə gəl 2, 34. Yəni biri 32'dir, biri 34'dür. Böyüyünü soruşur. Böyüyü olur deməli 34. Sonra keçirik deməli ikinci suala. İkinci sualda deyir ki 3 deməli birinci, ikinci və üçüncü. Sualda deyir ki 3 ardıcıl natural ədədin. Ardıcıl natural ədədlər 1 vahid 1 vahid artır. Yazıram n üstə gəl 1 və n üstə gəl 1'in də üstə 1 gəlirəm. Olur n üstə gəl 2. Şərtdə deyir 3 ardıcıl natural ədədin cəmi 63'dür. N üstə gəlinsin, n üstə gəl 1, üstə gəlinsin, n üstə gəl 2. O da cəm 63, bərabər 63. N toplayıram, olur 3n. 1 üstə 2 gəlirəm 3, 63. Buradan 3n bərabərdir 63 çıx 3, o da olur 60. N də bərabər 63'ə bölürəm, olur 20. Aha, onda n 20'dirsə, birinci ədəd 20, ikinci ədəd 20 üstə gəl 1, 21, üçüncü ədəd 20 üstə gəl 2, 22. 20, 21, 22. Deyir, bu ədədlərdən ən kiçiyi ilə ən böyüyünün hasilini tapın. Ən kiçiyi ilə ən böyüyünün hasilini soruşur. Cavab da olur 440. Daha sonra deməli üçüncü sual. Üçüncü sualda deyir ki 3 ədədin cəmi 30'dur. 3 ədədin cəmi 30'dur. Yazıram birinci ədəd, ikinci ədəd və üçüncü ədəd. Aha. Sonra deyir ki ikinci ədəd birincidən 4 dəfə, üçüncüdən isə 6 vahid böyükdür. Aha. Təzədən baxaq. İkinci ədəd birincidən 4 dəfə böyükdür. İkinci ədəd birincidən 4 dəfə böyükdür. Yəni 4x. İkinci ədəd birincidən x-dan deməli 4 dəfə böyükdür. İkinci ədəd birincidən x-dan 4 dəfə böyükdür. Həm də ikinci ədəd üçüncüdən 6 vahid böyükdür. Həm də ikinci ədəd üçüncüdən 6 vahid böyükdür. Onda ikinci ədəd üçüncüdən 6 vahid böyükdürsə, üçüncü ondan 6 vahid kiçikdir. Üçüncü ondan 6 vahid kiçikdir. Aha, cəm də 30'dur. Yazdıram x, üstə gəlinsin 4x, üstə gəlinsin 4x çıx 6. O da bərabərdir 30, çünki cəm bizə 30 verib. X-ları toplasaq, 4x, bir də x eləyir 9x, çıx 6 bərabər 30. Buradan 9x bərabər 36, x də bərabər 36'nı 9'a bölürəm 4. Şərtdə deyir bu ədədlərin hasilini tapın. Aparıb x-i yerinə qoy. X-in yerinə 4 qoysaq, elə birinci ədəd 4'dür. X-in yerinə 4 qoysaq, 4'ü 4'ə vur 16. X-in yerinə 4 qoysaq, 4'ü 4'ə vur 16, 16 çıx 6, 10. Aha. Bu ədədlər 4, 16 və 10'dur. Həqiqətən də şərti ödəyir, yoxlaya da bilərsiniz. İkinci ədəd birincidən 4 dəfə böyükdür, üçüncüdən 6 vahid böyükdür. 16 4'dən 4 dəfə böyükdür. 16 10'dan 6 vahid böyükdür. Bu ədədlərin bizdən
deməli hasilini istəyir. O da olur cavab 640. Bizdən bu ədədlərin hasilini soruşurdu. Daha sonra deməli 4-cü sual buraxılış imtahanına ətraflıya düşən sualdır. 3 ardıcıl tək natural ədəd deyir. Birinci, ikinci və üçüncü yazaq. 3 ardıcıl tək natural ədəd. Tək natural ədəd. Yazaq 2n plus 1. Çünki 2n cüt ədəddir, üstə 1 gələndə tək olur. Və tək natural ədədlər 2 vahid artır. Onda üstünə 2 gəlib ikincini tapaq. 2n qalır, 1-in üstə 2 gəl, 3. Bir də 2n plus 5. Bunlar oldu 3 ardıcıl tək natural ədəd. Şərtdə deyir ki, 3 ardıcıl tək natural ədədin cəminin, gəlin cəmini birbaşa yazaq. 2n, 2n, 2n eləyir 6n. 2n üstə 2n gəldim 4n, 4n üstə 2n gəldim 6n. 1 üstə gəl 3, 4, 4 üstə gəl 5, 9. Aha. İndi cəminin 5-də 3 hissəsi vururam 5-də 3-ə. Vurdum 5-də 3-ə və cəminin şərtdə deyir ki, 5-də 3 hissəsi, cəminin 5-də 3 hissəsi bərabərdir 70,2-yə. Bərabərdir 70,2-yə. İndi bunu adi kəsrlə yazıb da hesablaya bilərsiniz. Adi kəsrlə yazsaz ixtisar gedər. Elə adi kəsrlə yazın. Mən də 6n üstə gəl 9 vurulsun 5-də 3. Bunu qabağına yazıram 70,2. İxtisar aparıram. 2-ni 2-yə böl 1, 10-u 2-yə böl 5. 70,5-də 1. İndi onu düzgün olmayan kəsrlə çevirib yazacağım. Deməli 5-i 7-yə vururam. 350, 351. Hər tərəfdən 5-lər getdi. Hər tərəfdən 351, 3-ə ixtisar gedir. Qalır 100. 51-i də 3-ə bölək. Deməli 51-i 3-ə bölürük. 117. Aha. 6n üstə gəl 9 bərabərdir 117. Buradan 6n bərabərdir 117-dən deməli çıxıram 9-unu. Qalır deməli 117-dən 9 çıxıram. Qalır 100 deməli 8. N də bərabərdir deməli 108-i bölürük 6-ya. O da eləyir 18. 108-i 6-ya bölürsən qalır 18. Deyir böyük ədədi tapın. Aparıb 3-cüdə qoyaq ki, böyük ədədi tapaq. O da 3-cü ədəd 2n plus 5-dir. N'in yerinə 18 qoyun. 2 vur 18, 36. 36 üstə gəl 5, 41. Yəni böyük ədəd aydındır ki, 41 olar. Daha sonra 5-ci sual. Şərtdə verib 2y vurulsun 3y çıx 1. Başqa bir ifadədə verib y vurulsun 7 plus 6y. Şərtdə deyir ki, dəyişənin hansı qiymətində birinci ifadə, buna gəlin birinci deyək, buna da ikinci. Dəyişənin hansı qiymətində birinci ifadənin qiyməti ikinci ifadənin qiymətindən 90 vaid böyükdür. Birinci ifadənin qiyməti ikinci ifadənin qiymətindən 90 vaid böyükdür. Əgər birinci ifadə 90 vaid böyükdürsə, ikincidən 90 vaid böyükdürsə, birinci 90 vaid böyükdürsə, onda birincidən 90 çıxaq ki, ikinciyə tarazdaşsın, ikinciyə gəlib bərabər olsun. Birinci 90 vaid böyükdür ikincidən. Ona görə birincidən 90 çıxırıq ki, ikinciyə gəlib bərabərləşsin. Və salam, vurub açaq. 2y 3y vururam, 6y kvadrat, 2y mənfi 1-ə vururam, mənfi 2y, çıx 90 bərabər. Y-i 7-yə vururam, 7y, bir də üstə gəl 6y kvadrat. Hər tərəfdən 6y kvadratlar gedir. Mənfi 9y bərabər 90. Y də bərabər 90-ı mənfi 9-a bölürəm, mənfi 10. Onda y mənfi 10 olmalıdır ki, birinci ifadə ikinci ifadədən 90 vahid böyük olsun. Daha sonra 6-cı sual. 6-cı sualda deyir ki, Səyid, Akif və Tural. Səyid, Akif və Turalın birlikdə, bir dəqiqə qabağından yazım, birlikdə 240 manat pulu var. Səyid, Akif və Turalın birlikdə 240 manat pulu var. Aha, Səyidin pulu Akifin pulundan 2 dəfə çoxdur.
Səidin pulu Akifin pulundan 2 dəfə çoxdur. Akifin puluna x yazaq. Səidin pulu Akifdən 2 dəfə çoxdur. 2x. Aha. İndi gələk Turala. Turalın pulu isə bir dəqiqə. Turalın pulu isə Səidin pulundan 10 manat azdır. Turalın pulu Səidin pulundan 10 manat azdır. Turalın pulu isə Səidin pulundan 2x-dan 10 manat azdır. Deməli, Turalın pulu Səidin pulundan 10 manat azdır, çıxdım 10 manat. Aha, indi hamısı 240 manatdır, düzdür uşaqlar, toplayırıq, 240-a bərabər edirik. Deməli, 2x üstə gəl x olur 3x, 3x üstə gəl 2x olur 5x, çıx 10 da var, bərabərdir 240. Buradan 5x bərabərdir 250, x də bərabər 250-ni 5-ə bölürəm, olur 50. Bizdən Turalın pulunu soruşur, x-in yerinə 50 qoyaq ki, Turalın nə qədər pulu var. Onu tapaq. X-in yerinə 50 qoyuram, 2 vur 50, 100, 100 çıx 10, oldu 90. Deməli, Turalın nə qədər pulu var? 90 manat. Daha sonra, deməli, 7-ci sual, buraxılış imtahanına 2021-ci ildə 30 aprel 2021-ci il 30 aprel buraxılış imtahanına ətraflıya düşən sualdır. Deyir, 11-ci sinif şagirdlərinin hər biri digərinə hədiyyə verməsi üçün 600 hədiyyə lazım olduğunu bilərək şagirdlərin sayını tapın. Aha, şagirdlərin sayını tapın deyir. Yazıram şagirdlərin sayı. Şagirdlərin sayını tapın deyir. Şagirdlərin sayına x yazıram. Şagirdlərin sayı olsun x. Və 11-ci sinif şagirdləri hər biri digərinə hədiyyə verir. Özdə hər biri digərinə hədiyyə verir. Onda hər bir şagirdin aldığı hədiyyə sayı onlar x-çıx 1. Çünki özünə hədiyyə almır da. Hər biri yerdə qalan digər şagirdlərə hədiyyə alır. Digərinə. Hər biri digərinə hədiyyə alır. Özünə almır. Ona görə orada bir nəfəri çıxırıq. Məsəl üçün bunu istəsəz belə də izah edeyim. Bir dənə belə baxın. Deyək ki 4 şagird var. 4 şagird var. Olsun deyək ki Əlidir, Vəlidir. Olsun deyək ki Akifdir. Bir də olsun Yusif. 4 şagird var. İndi hər biri digərinə hədiyyə alır. Əli neçə hədiyyə alacaq? Əli özünə hədiyyə alası deyil ki, Əli yerdə qalan 3 nəfərə hədiyyə alır. Deməli, Əli 3 hədiyyə alır. Özünə almır. Yerdə qalan digər 3 nəfərə alır. Bəs Vəli neçə hədiyyə alacaq? Vəli də özünə hədiyyə almır. Yerdə qalan 3 nəfərə hədiyyə alır. Akif də özündən savayı yerdə qalan 3 nəfərə hədiyyə alır. Yusif də özündən savayı yerdə qalan 3 nəfərə hədiyyə alır. İndi 4 şagird hərəsi 3 hədiyyə alsa nə olur? 12 hədiyyə. Lap belə də toplasaz, yenə 12 eləyir. Onda bütün hədiyyələrin sayını necə tapırıq? Şagirdlərin sayını vururuq bir şagirdin aldığı hədiyyə sayına. Ki, ümumi hədiyyə sayını tapaq. İndi biz bu sualda da deməli, şagirdlərin sayı x-dır. Şagirdlərin sayını vururuq bir şagirdin aldığı hədiyyə sayına və bərabər eləyirik ümumi hədiyyə sayına. Yenə deyirəm, şagirdin sayını bir şagirdin aldığı hədiyyə sayına vururuq ki, hər bir şagirdin aldığı hədiyyə sayına vururuq ki, ümumi hədiyyə sayını tapaq. X-i vururam x-a x kvadrat, x-i mənfi 1-ə vururam, mənfi 1x, çıx 600 bərabər 0, viyetinə yazacam, diskriminantla da gedə bilərsiniz. Kökləri cəm mənfi 1-in əksi müsbət 1, kökləri hasili mənfi 600, burada kökləri mənfi 24 ilə 25-dir. O da şagird sayı mənfi ola bilməz. Onda sinifdə 25 nəfər şagird var. Elə yuxarıda da göstərirəm. 25 şagird, hər biri özündən savayı yerdə qalan bir nəfər çıxaq. 24 şagirdə 24 hədiyyə alsa, 25 şagird
hərəsi özündən başqa yerdə qalan 24 şagirdə 24 hədiyyə alsa, 25 vur 24 eləyir 600 hədiyyə. Yəni bütün hədiyyələrin sayını yenə də tapmış oluruq. Bax belə, növbəti. Deməli, gəlir 8-ci sual. 8-ci sualda deyir ki, mağazada kiçik, orta və böyük ölçülü akvaryumlar var. Mağazada kiçik, orta və böyük ölçülü akvaryumlar var. Deyək ki, bu olsun kiçik akvaryum, bu olsun kiçik. Kiçik belə başladıq, görə böyük nə olur. Hə. Bu olsun orta, bu da olsun böyük. Mağazada kiçik, orta və böyük ölçülü akvaryumlar var. Hər kiçik akvaryumda 2, hər orta akvaryumda 4 balıq, hər kiçik akvaryumda 2 balıq, hər orta akvaryumda 4 balıq, böyük akvaryumda isə 6 balıq var. Bütün balıqların sayı, cəmi yazaq buradan, bütün balıqların sayı 60. Bütün balıqların sayı 60 olarsa, mağazada ən çox neçə akvaryum olar? Ən çox neçə akvaryum olar? Ən çox neçə akvaryum olar deyir. Gəlin buna belə bir şey, belə bir yanaşma eləyək. Fərz edin ki, 10 manatınız var. 10 manat sizindir, şirniyyat almalısınız. 10 manata şirniyyat almalısan. Biri var ki, 10 manata gedirsən, 2 dənə böyük paska şirniyyat alırsan və evə gətirirsən ki, bu cəmi 2 dənədir də, 2 dənə. Birini aldın 6 manata, birini aldın 4 manata və s. və ilə axır. Yəni 2 dənə aldın da, düzdür, böyükdən aldın, paska aldın. Paçkadan aldın. Bir də var ki, 10 manata xırda olanlardan alırsan. 10 manata Snickers alırsan, 10 manata Bounty da alırsan, 10 manata Albeni da alırsan, saqqız da alırsan, nə bilim, Bakuş da alırsan, xırda alırsan və baxırsan ki, nə qədər çox şirniyyat almışsan. Deməli, say çox görsənir. Onda say çox olması üçün biz xırdalara üstünlük verməliyik. Xırdalara üstünlük verməliyik ki, qoy say çox olsun. Böyüyə üstünlük versək say az olar. Bizə deyir, mağazada ən çox neçə akvaryum ola bilər? Ola bilər. Məsəl üçün 10 dənə də akvaryum ola bilər. Çünki 60 balığı, hərəsi 6 balıqdan 10 dənə akvaryuma atırsan 10 dənə də ola bilər. Amma ən çox olsun deyir. Onda ən çox olsun deyirsə, böyük və ortadan bir ədəd götürək. Böyük və ortadan bir ədəd götürək. Qalanları kiçiyə düşsün ki, say çoxalsın. Özdə mütləq böyük akvaryum və orta akvaryumdan da heç olmasa bir dənə olmalıdır. Çünki şərtdə deyir ki, mağazada kiçik, orta və böyük ölçülü akvaryumlar var. Yəni hamısından var deyir, hamısından olmalıdır. Onda böyük akvaryum bir dənə götürək, orta akvaryum bir dənə götürək. Oldu 2 ədəd. İndi bir böyük akvaryuma 6 balıq gedir. Bir orta akvaryuma 4 balıq gedir, 10 balıq getdi bunlara. Aha, bizim 60 balıq var idi. Aha, 60 balıq var idi, bunun çıxaq 10'du. Qaldı 50 balıq. Bu 50 balığı da hərəsi 2 balıq tutan kiçik akvaryumlara yerləşdirməliyik. Onda 50 balığı da böyle 2-2, görək hərəsi 2 balıq tutan bizə neçə kiçik akvaryum lazımdır. Orada da olur 25 akvaryum. Amma cavab 25 deyil, cavab 27'dir. Çünki 25'in üstünə 2 dənə də orta və böyük akvaryumu sayını gəlirik. Onda akvaryum ən çox 27 ədəd ola bilər. Daha sonra 9-cu sual. 9-cu sual keçən il buraxılış imtahanına düşüb. Akt zalında hər sıradakı yerlərin sayı sıraların sayından 8% çoxdur. Gəlin belə eləyək. Yazaq sıraların sayı. Bir də yazaq hər sıradakı yerlərin sayı. Aha, elə sıraların sayını tapın deyir. Sıraların sayını da mən x yazıram. Baxın uşaqlar. Fərz edin ki, bu akt zalı. Deyək ki, bu akt zalıdır. Elə fərz eləyin.
Bir dəqiqə. Deyək ki, bu ən ön sıradır. Bura birinci sıra. Bir dəqiqə. Birinci sıra. Bura ikinci sıra. Bura üçüncü sıra. Bu isə deməli dördüncü sıra. Bu da beşinci sıra. Ən arxa sıra. Birinci sırada 1, 2, 3, 4 yer var. İkinci sırada da 4 yer var. Hər sırada eyni qədərdir. Üçüncü sırada 4 yer var. Nömrələyirəm. Dördüncü sırada da 4 yer var. Beşinci sırada da 4 yer var. Ümumi yer sayını necə tapırıq? 5 sıradır. Düzdür, bura ən ön sıraydı. 5 sıra var. Sıranın sayını vururuq bir sıradakı yer sayına. 5 sıra, hərəsində 4 yer. Olur ümumi 20 yer. İndi hər sıradakı yerlərin sayı sıraların sayından 8 vahid çoxdur. Hər sıradakı yerlərin sayı, sıraların sayı x-dan 8 vahid çoxdur. 2 çıx 8. Bəs ümumi yer sayını necə tapaq? Sıra sayını hər sıradakı yer sayına vuraq. Yəni x vurulsun 2 çıx 8 bərabərdir 384-ə. Bir daha deyirəm, sıraların sayını hər sıradakı yer sayına vuranda ümumi yer sayını tapırıq. Məsəl üçün, mən sağda şəkildə göstərdim 5 sıra, hər sırada 4 yer, 5 sıra hər sırada 4 yer olur, ümumi 20 yer. Ümumi 20 yer olur. İndi suala qayıtsaq, bizə dəqiqə suala qayıtsaq, sualda vurub açıram x kvadratı çıx 8x bərabərdir 384. Bunu 384'ü sola keçirib. Deməli, V-lə gedə bilərsiniz. V-lə ağlınıza gəlməyə bilər. Diskriminantla gedə bilərsiniz. Amma biz bunu belə yazaq. Müxtəsər vurma düsturu yaradaq. X kvadrat çıx 8x. 8-i 2-yə bölürəm 4. 4'ün kvadratı 16. 16'nı həm əlavə edirəm, həm çıxıram. Ki, tarazlıq pozulmasın. 16'nı özümdən əlavə elədim axı, həm də çıxıram. 16'lar geçsə onsuz da eyni şeydir. İndi burada bizə müxtəsər vurma düsturu alınır. Yazıram 2 çıx 4'ün kvadratı çıx 16 bərabər 384. Davam edirəm. 2 çıx 4'ün kvadratı bərabər birbaşa yazıram 400. 2 çıx 4'ün kvadratı 400'dürsə 2 çıx 4 20'dir ki, 20'nin kvadratı 400'dür. Bir də 2 çıx 4'ü mənfi 20'yə bərabər eləyək. Buradan x24 tapıram. Yazanda, ətraflıya düşəndə mənfi alınırsa, kəsr alınırsa, ödəmirsə, hamısını yazmaq lazımdır. Yəni yarımçıq yazmaq olmaz. Buradan da x-i mənfi 16 tapırıq, amma götürmür. Çünki sıra sayı mənfi ola bilməz. Mənfi 16'nı götürməsə belə, ətraflıya düşən suallarda ətraflı şəkildə onu yazmaq lazımdır. Yəni tapırsan, amma kres qoyursan ki, götürmürük. Onda sıraların sayı 24'ə bərabər olar. Daha sonra 10-cu sual. 10-cu sualda 2 fəhlə deyir. Yazıram birinci fəhlə. Bir də yazıram ikinci fəhlə. Aha. Buradan yazıram təklikdə. Aha, bir dəqiqə gözləyin, zəhmət olmasa. Hə. Bir dəqiqə istədiyim kimi olmadı. Burada yazıram təklikdə. Sağdan da yazıram birlikdə. Aha. Sualda deyir ki, 2 fəhlə birlikdə, onda birlikdən altına yazaq. 2 fəhlə birlikdə müəyyən işi 6 saata yerinə yetirir. 2 fəhlə birlikdə müəyyən işi 6 saata yerinə yetirir. Aha. Sonra deyir ki, birinci fəhlə təklikdə bütün işə ikincidən, ikinci x yazaq. Hə, təzədən oxuyuram. Birinci fəhlə təklikdə bütün işə ikincidən, yəni x-dan 5 saat az vaxt sərf edir. 2 çıx 5. Yenə deyirəm, birinci fəhlə ikincidən x-dan 5 saat az vaxt sərf edir. Yəni 2 çıx 5. Aha, indi biz burada nə edirik? İşin təklikdə görülməyinə sərf olunan zamanları toplayıb, birlikdə sərf olunan zamana bərabər edirik. Bir daha deyirəm. İşin görülməyinə təklikdə sərf olunan zamanları toplayıb, birlikdə sərf olunan zamana bərabər edirik. Amma 1 bölü yazmaq şərti ilə. Yəni 1 bölü x üstə gəlinsin 1 bölü 2 çıx 5 bərabərdir 1 bölü 6. Təklikdə sərf olunan zamanları topladım. Birlikdə sərf olunan zamana bərabər elədim. Amma 1 bölü yazırsınız. Kəsrlərin toplanması ortaq məxrəc edirəm. Ortaq məxrəc ikisinin məxrəcinin hasilidir.
X-i x-a vururam x kvadrat. X-i mənfi 5'ə vururam mənfi 5x. Bunu x-a vururam. Bunu 2 çıx 5'ə vururam. Olur 2 çıx 5 plus x bərabər 6'da 1. Yuxarını sadələşdirirəm. 2 çıx 5 x kvadratı çıx 5x bərabər 6'da 1. Birbaşa x kvadratı çıx 5x çıx 12x üstə gəl 30 bərabər 0. X kvadratı çıx 17x üstə gəl 30 bərabər 0. Bunun da kökləri biri 2'dir, biri 15'dir uşaqlar, birbaşa yazdım. Amma 2 olmaz. 2'ni qoyanda birinci fəhlənin təşrihdə sərf etdiyi saat, zaman mənfi alınır, zaman da mənfi olmaz. Ətraflıya düşür. Bax, bunu da qeyd eləmək lazımdır, yazmaq lazımdır. İndi 15 tapdıq. Tapan kimi cavabı götürməyin. Həll qurdum, tapdım. Gör səndən nə soruşur? Axırıncı cümləni oxuyun həmişə. Görün sizdən nəyi istəyir, kimi istəyir? Deyir, birinci fəhlə, şərtdə bizə deyir, birinci fəhlə təşrihdə bütün işə nə qədər vaxt sərf edir? Deməli, birinci fəhləni istəyir. Birinci fəhlə 2 çıx 5 idi, x 15'dir. 15 çıx 5, 10. Deməli, birinci fəhlə təşrihdə bu işə 10 saat zaman sərf edir. Daha sonra keçirik. Deməli, 11-ci sual. Deyir, birinci hovuzda, fərz edin ki, bu hovuzdur. Aha. Birinci hovuzda, bir dəqiqə. Birinci hovuzda 200 kub metr. Bu olsun birinci hovuz, bu da olsun ikinci hovuz. İkinci hovuzda isə 112 kub metr su var. Birinci hovuzda 200 kub metr, digərində isə deməli 112 kub metr su var. Birinci hovuzdan ikinci hovuza nisbətən saatda 22 kub metr çox su boşaldılarsa, neçə saatdan sonra hər iki hovuzdakı suyun həcmi eyni olar? Aha. Məsələ nədir? Ətraflıya düşən sualdır. Biz buna həll yazmalıyıq. Belə baxanda cavab 4'dür. Niyə? Hələ su boşaldılmamışdan qabaq birinci hovuzda olan su ikinci hovuzdan 88 kub çoxdur. 88 kub metr çoxdur. Birinci hovuzda olan su ikinci hovuzdan 88 kub metr çoxdur. Hər saatda da birinci hovuzdan 22 kub çox boşaldılır axı. Birinci saatda 22 kub çox boşaldılacaq. Aradakı fərq 66'ya düşəcək. İkinci saatda da yenə 22 kub çox boşaldılacaq. Aradakı fərq deməli 44'ə düşəcək. Üçüncü saatda yenə 22 kub çox boşaldılacaq. Aradakı fərq 22'yə düşəcək. Dördüncü saatda isə aradakı fərq tamamilə yoxa çıxacaq. Yəni 4 saatdan sonra hər ikisindəki suyun həcmi eyni olur. Amma biz bunu belə yaza bilmərik. Biz bunun üçün belə eləyək. Deyir ki, neçə saatdan sonra hər iki hovuzdakı suyun həcmi eyni olar. Gəlin belə eləyək. Birinci belə yazaq da. Birinci belə yazaq. Saatda 22 kub çox su boşaldılır. Hansından? Birincidən təbii ki, düzdür. Onda belə eləyək. Yazıram ki, hər saatda, hər saat ərzində, hər saatda yazaq. Hər saatda birinci hovuz yazıram. Bir də yazıram ikinci hovuz. Hər saatda ikinci hovuzdan x qədər su boşalırsa, hər saatda birinci hovuzdan ikinci hovuza nisbətən 22 kub çox boşaldılır. Yenə deyirəm, hər saat ərzində, hər bir saat ərzində birinci hovuzdan ikinci hovuza nisbətən 22 kub çox su boşaldılır. Yəni ikinci hovuzdan nə qədər boşaldılırsa, birinci hovuzdan ona nəzərən, ona nisbətən 22 kub çox boşaldılır. Sonra deyir ki, neçə saatdan sonra? Yazıram ki, buradan t saatdan sonra. Bir dəqiqə gözləyin. T zamandır da, düzdür? T saatdan sonra. T saatdan sonra indi qalan suyun həcmi eyni olmalıdır. Onda 200'dən birinci hovuzdakı sudan çıxaq işlədilən suyu. Bu x plus 22 bir saata işlənilən sudur.
Amma T'yə vurmalıyıq. Çünki x plus 22 sadəcə bir saatda boşaldılan sudur, istifadə olunan sudur. T'yə vururuq ki, T saatda işlənilən suyu tapaq. Bəs niyə çıxırıq ki? Çıxırıq ki, işlənən suyu çıxırıq ki, qalan suyu tapaq. İndi ikinci hovuza keçirəm. İkinci hovuzda olan su əvvəlcədən 112 idi. Ümumi su 112 idi. Çıxıram, T vur x-i. Bu x 1 saatda işlənən sudur, T saatda işlənən sudur. Niyə çıxıram? Qalan suyu tapım. Şərtdə də deyir ki, şərtə baxın, hər iki hovuzda qalan suyun həcmi eyni olar. Onda hər iki hovuzdan T saatda işlənən suyu çıxmışıq, işlənən suyu çıxanda qalan su qalır, qalan suyu tapırıq, daha doğrusu qalan suyun həcmi eyni olar, onda bərabər eləyir bir-birinə. Davam edirəm, 200 çıx, T'ni x-a vururam, olur Tx, çıxılsın 22T. Bərabərdir 112 çıxılsın Tx. Hər tərəfdən mənfi Tx'lar gedir. Mənfi 22T bərabər 112 çıx 200. Mənfi 88 və mənfilər atılır T4. Ümumiyyətlə aradakı fərq 4 idi. Daha doğrusu aradakı fərq hovuzlarda olan suyun fərqi 88 idi. 4 sualda aradan fərq qalxır və hər ikisində qalan suyun həcmi eyni olur. Yəni bu sualda da cavabımız olur. Cavab olur deməli 4. Demək uşaqlar 11-ci sualı yazdım. Ondan sonra keçirik 12-ci suala. 12-ci sualda deyir ki, tam dolu çəmdəki suyun hamısını bərabər həcmli 14 qaba töksək, hər qabda 4 litr boş yer qalar. Bu qablardan onu tam doldurulduqda isə çəmdə 60 litr su qalar. Hər bir qab neçə litr su tutur? Neysə, hər bir qab neçə litr su tutur? Yazıram ki, bir qabın tutumu da olsun x. X götürək, tənlik quraq ki, cavabı tapa bilək. İndi şərtdə deyir ki, tam dolu çəmdəki suyun hamısını bərabər həcmli 14 qaba töksək. Bir qabın tutumu x-dırsa, 14 qabın tutumu olur 14 vur x. Yenə deyirəm, bir qabın tutumu x-dır, 14 qabın tutumu 14 vur x-dır. İndi tam dolu çəmdəki suyun hamısını, özdə hamısını 14 qaba tökdüysə, hər qabda da 4 litr boş yer qalar. Düzdür? Hər qabda da 4 litr boş yer qalar. Gəlin belə eləyək. Yenə deyirəm, bir qabın tutumu x-dır. 14 qabın tutumu 14 vur x-dır. 14 qabın tutumu 14 vur x-dır. İndi bu 14 qabın tutumundan çıxaq boş yeri. Özdə hər qabda 4 litr boş yer var. 14 qabın hərəsində 4 litr boş yer var. 14'ü vuran 4'ə ki, deməli 14'ü 4'ə vuran ki, 14 qabda olan boş yeri tapın. Bir qabın tutumu x idi. 14 vur x nə idi? 14 qabın tutumuydu. 14 qabın tutumu idi bu. Bax, bu bizə 14 qabın tutumunu verirdi. İndi 14 qabda da hərəsində 4 litr boş yer var. 14 qabın tutumundan biz boş yeri çıxırıqsa əgər, aydındır ki, biz boş yeri çıxdıqsa dolu yeri tapmış oluruq. 14 qabın tutumundan boş yeri çıxsaq. Demək uşaqlar, harada qaldıq? Gələn oldu. Aləm dəydi bir-birinə. İndi 14 qabın tutumundan boş yeri çıxırıqsa qalır dolu yer. Dolu yerdə nədir? Su. Təbii ki, su tökmüşük, düzdürmü? Qablara su tökmüşdük. Deməli, dolu yerdə bizə nəyi verir? Suyu verir. Onda bu ifadə bizə çəmdəki suyun miqdarını verir. Dolu yer elə su deməkdir də. Dolu yeri su tutur. Bu birinci hal. İndi ikinci hala keçək. İkinci halda deyir ki, bu qablardan 14'ü, bu qablardan daha doğrusu, bu qablardan 10'u tam doldurulduqda, onda bir qabın tutumu x-dır, 10'unu tam doldurduq, 10 vur x. Onu vururuq x-a. Bir qabın tutumu x-dır, onu tam doldurulubsa, ona vuranda 10 qabdakı suyu tapırıq. Çəmdə 60 litr su qalar.
İndi 10'a vuranda 10 qabdakı suyu tapdıq. Üstünə də çəndə qalan 60 litr suyu gəlsək, yenə taparıq ümumi suyu. Yəni bu da yenə bizə suyu verir. 10 qabı tam dolubdur, su artıq qalıbdır. Bir qabın tutumu x-dır. 10'a vuranda tapırıq 10 qabdakı suyun miqdarını. Özü tam doldurulub qablar, onu tam doldurulub, şərt elə deyir. Üstünə çəndə qalan suyu da gəlsə ümumi suyu taparıq. Bayaq da suyu tapmışdıq. Onda onları hər ikisi suyu verdiyinə görə onları biz bir-birinə bərabər edirik. Buradan da 14 çıxıq 56. 14 çıxıq 56 deməli ifadələri bir-birinə bərabər elədim. Buradan 10x qalır, 14x sola keçir, mənfi 14x, mənfi 56 qalır, 60 sola keçir, olur mənfi 60. Davam edirəm, mənfi 4x bərabərdir, mənfi deməli 116, mənfilər gedir, 116-nı 4'ə bölürsüz, eləyir 29. Onda bir qabın tutumunu x götürmüşdük. Və hər bir qabın tutumu deməli 29 litrə bərabərdir. Daha sonra deməli keçirik 13-cü suala. Bir dəqiqə gözləyin. 13-cü sualda deyir, iki şagirdin oxuduğu səhifələrin sayının zamana görə dəyişməsini göstərən fx və gx funksiyalarının qrafikləri verilmişdir. Neçə dəqiqədən sonra iki şagirdin oxuduğu səhifələrin ümumi sayı 210 olar. Gəlin belə eləyək. Fx ilə diaqrama baxaq. Fx ilə işarələnən olsun birinci şagird. Birinci şagird vaxta baxırıq. Fx-ə uyğun baxın, zəhmət olmasa. Birinci şagird vaxta baxırıq. 20 dəqiqə ərzində deməli 18 səhifə oxuyur. Səhifələrin sayı da solda yuxarıda verilib, görürsünüz. 20 dəqiqə 18 səhifə oxuyur. Birinci şagird 20 dəqiqə 18 səhifə oxuyur. Gəlin tapaq görək. 1 dəqiqəyə neçə səhifə oxuyur? 1 dəqiqə olsun x səhifə. 1 dəqiqəni tapaq. 1 dəqiqədə görülən işi tapaq. Tənasübü əldə eləsək 20-ni x-a vururam, olur 20 vur x. 18-i 1-ə vururam, 18. X də bərabər 18-i 10'a bölürəm. Daha doğrusu 20'ye bölürəm. O da 2'ye gedir 10, 2'ye gedir 9 olur 0,9. Deməli birinci şagird 1 dəqiqə ərzində 0,9 səhifə oxuyur. Sonra keçək ikinci şagirdə. Hansı ki Jx ilə işarə ediblər. İkinci şagird Jx ilə işarə olunan. Solda baxın qrafikə. İkinci şagird isə 30 dəqiqədə vaxta baxın aşağıdan. 30 dəqiqədə 15 səhifə oxuyur. Yenə tənasüb qururam. 30 dəqiqəyə deməli 15 səhifə oxuyur. Tapaq görək 1 dəqiqəyə neçə səhifə oxuyar. Ona da y yazaq. X yazdım, üzürlü sayın. Deməli y olsun. O da 1 dəqiqə x səhifə oxuyar. Aha. Davam edirəm. Tənasübü həll eləsək 30'u y-ə vururam, 30 vur y, 15'i 1'ə vururam, 15. Y bərabər 15'i 30'a bölürəm, 2'də 1. 2'də 1 dodur, 0,5. Aha. Onda birinci şagird 1 dəqiqə 0,9 səhifə oxuyur. İkinci şagird 1 dəqiqə 0,5 səhifə oxuyur. Bəs yaxşı, toplasaq nəyi taparıq? İkisinin birlikdə 1 dəqiqədə oxuduğu səhifə sayını. Toplayanda eləyir 1,4. İndi yenidən tənasüb qururam, solda yazıram. Yazıram ki, ikisi birlikdə 1 dəqiqəyə 1,4 səhifə oxuyursa 210 səhifəni ikisi birlikdə neçə dəqiqə oxuyar? Bu da oldu x. Və tənasübü əldə edirəm. Yazıram 1,4 vur x. 210'u 1'ə vururam. Elə 210. Buradan da x bərabər 210'u bölürəm 1,4'ə. Hesablasaz eləyir 150 dəqiqə. Deməli ikisi birlikdə 210 səhifəni 150 dəqiqəyə oxuyar. Daha sonra keçirəm
Aha, 14-cü tapşırığa, 14-cü tapşırıq da demək olar ki, mahiyyəti eynidir. Deyir ki, bir dəqiqə, qrafikdə Ayxan və Elminin verilmiş zaman ərzində hazırladıkları detalların sayı göstərilmişdir. Qrafikə əsasən Ayxan və Elmin 130 detalı birlikdə neçə günə hazırlayar? Birinci qrafikə baxaq. Qrafikdə Ayxana baxaq. Deməli, qrafikdə Ayxan deməli gün 8 gündür. Yazıram Ayxan sağ tərəfdən. Gün 8-dir. Ayxana uyğun qrafikə baxaq. Gün 8-dir. Deməli Ayxan 8 günə uyğun olaraq sol tərəfdən baxın detal sayır. 8 günə 40 detal hazırlayır. 8 günə 40 detal hazırlayır. Tapaq görək Ayxan bir günə neçə detal hazırlayır? Bir günə də olsun x detal. Çarpaz vururam. 8 vurulsun x bərabər 40'ı 1'ə vururam 40. 40'ı 8'ə bölürəm olur 5. Onda Ayxan bir günə 5 detal hazırlayır. Sonra keçirəm Elmin. Elminə baxın. Elminin diaqramına baxaq. Elmin gün sayı 10'dur. 10 günə 15 detal hazırlayır. Yəqin ki solda görürsünüz. Elmin 10 günə 15 detal hazırlayır. Tapaq görək bir günə neçə detal hazırlayır? Yazaq y detal. Yenə çarpaz eləsəz 10 vur y, 15'i 1'ə vur 15 və 15'i 10'a böl 1,5 detal. Yenə toplasaq nəyi taparıq? İkisinin birlikdə bir günə hazırladığı detal sayını taparıq. Yəni 5 üstə gəl 1,5 eləyir 6,5 detal. İkisi birlikdə bir günə 6,5 detalı hazırlayırsa 130 detalı birlikdə neçə günə hazırlayar deyir. 130 detalı. O da 130'u bölək 6,5'ə burada qısa yazdım. Deməli görüləcək işi bir gündə görülən işə böldüm. 130 detala ikisi birlikdə günə 6,5 detal hazırlamaq şərti ilə 20 gün sərf edərlər. 20 neçə günə hazırlayarlar. O da 20 günə hazırlayarlar. Daha sonra keçirik deməli. Bu silinsin, Keçirik 15-ci məsələyə, 15-ci suala. 15-ci sualda şagirdin riyaziyyat olimpiyadasında cavablandırdığı 4 sualdan ilk 3'üne görə topladığı balların ədəd ortası 8'dir. Gəlin bilinəyək. Şagirdin riyaziyyat fən olimpiyadasında cavablandırdığı 4 sualdan ilk 3'ündən yığdığı ballar x, y, z olsun. Ya da elə ABC götürək, xoşuma gəlmədi. Deməli ilk üçündən riyaziyyat fen olimpiyadasında ilk 3'ündən yığdığı ballar A, B, C olsun. Və ilk 4 sualdan ilk 3'üne görə topladığı balların ədəd ortası ilk 3'ü deyir, toplayıb 3'ə bölürəm. Ədəd ortası 8'dir. Bu deməli ilk 3 suala görə topladığı ballar idi. Ədəd orta deyir, sayına böldüm 8. Davam edirəm. A üstə gəl, B üstə gəl, C bərabər 8'i 3'ə vuram 24. Onda ilk 3 sualdan yığdığı balların cəmi 24'dür. Sonra deyir ki, 4'üne görə topladığı balların ədəd ortası 7'dir. Onda 4'ünü yazaq. A, B, C, D. Bir də 4'üncünü də x götürək. Belə axtarılandır. X. 4'üne görə yığdığı balların ədəd ortasını tapanda toplayıb 4'ə bölürəm. Və bu dəfə də 7'dir deyir. 4'üne görə topladığı balların ədəd ortası 7'dir. Yenə yazıram ki, A üstə gəl, B üstə gəl, C üstə gəl, x. 7'ni 4'ə vururam 28. Buradan A üstə gəl, B üstə gəl, C. Yəni ilk 3 suala yığdığı balların cəmi 24'dür. Üstə gəl x bərabər 28. X da 4 tapıram. Yəni 4-cü suala görə aldığı bal 4 bal imiş. Bax belə.
Daha sonra 16-cı sual. Ata ilə oğlun, keçən il buraxılış imtahanına düşmüşdü bu sual. Ata ilə oğlun yaşları fərqi 24'dür. Yazıram ata, yazıram oğul. Atanın yaşı x olsun, oğlun yaşı y olsun. Ata ilə oğlun yaşları fərqi y, ata ilə oğlun yaşları fərqi bərabər 24. Aha. Bu bir. Sonra deyir ki, atanın yaşını x'i oğlun yaşına böldükdə, böl y, atanın yaşını oğlun yaşına böldükdə, natamam qismətdə 2 yazıram və qalıqda da q bərabər 3 alınır. Atanın yaşı x-dir, oğlun yaşı y-dir. Atanın yaşını oğlun yaşına böldükdə, natamam qismətdə 2, qalıqda 3 alınır. Onda biz buradan x-i tapaq, x bərabərdir. Natamam qisməti bölənə vurub, üstünə qalığı gəlirik. X bərabər 2 vur y, üstə gəl 3. X-i tapdıq. Gətirək x-i yerinə qoyaq. X-in yerinə yazıram 2y üstə gəl 3. Çıx y bərabər 24. 2y çıx y üstə gəl 3 bərabər 24. Y də bərabər 24 çıx 3, yəni 21. Aha. Nə deyir? Deyir, oğlun neçə yaşı var? O da oğlun yaşı y götürmüşdük. Oğlun yaşı elə 21 olar. Aha. Daha sonra keçirik deməli 17-ci suala. 17-ci sualda deyir ki, bir qutunun üzərinə 2 qırmızı, şəkildə də yəqin ki görürsünüz. Bir qutunun üzərinə görüm köçürmək olsa bunu bura köçürdərdim. Nə yaxşı köçürdüm, hə. Bir qutunun üzərinə deməli, bir qutunun üzərinə 2 qırmızı və 4 sarı qovluq qoyulmuşdur. Qutu ilə bu qovluqların birlikdə hündürlüyü 68 santimetrdir. Görsənir, 68 santimetrdir. Sonra deyir ki, sevinirəm. Sonra deyir ki, qırmızı qovluğun qalınlığı, aha, qalınlıq da budur da, bu. Bunlar onun qalınlığıdır, aha. Bir dəqiqə. Qırmızı qovluğun qalınlığı sarı qovluğun qalınlığının 2 mislindən 2 santimetr böyükdür. Qırmızı qovluğun qalınlığı sarı qovluğun qalınlığının 2 mislindən 2 santimetr böyük, vergül qutunun hündürlüyü bütün qovluqların qalınlıqları cəmindən 12 santimetr çox olarsa, qutunun hündürlüyünü tapın. Aha. Sonra deyir ki, eyni rəngli qovluqların qalınlıqları bərabərdir. Bu xoşuma gəldi. Eyni rəngli qovluqların qalınlıqları bərabərdir. Gəlin belə eləyək. Eyni rəngli qovluqların qalınlıqları bərabərdir, düzdür? Sarılara biz x yazaq. Sarı qovluqların qalınlığı x, yenə x, yenə x. Sarı qovluqların qalınlıqlarına biz x yazdıq. Yazdıqlarım bitdi, hə. Nə günə düşdüm? Bir dəqiqə, biraz da böyüdüm. Aha. Deməli, eyni rəngli qovluqların qalınlıqları bərabərdir. Eyni rəngli qovluqların qalınlıqları bərabərdir deyə, sarı qovluqların qalınlığına x yazıram. Hamısına. Hündürlüyünə deyək, qalınlığına deyək, hamısına x yazdım. İndi şərtə baxın uşaqlar, bu hissədən oxuyun. İşarə ilə göstərdim. Qırmızı qovluğun qalınlığı, qırmızıya gələcəyindir. Qırmızı qovluğun qalınlığı sarı qovluğun qalınlığının 2 mislindən 2 santimetr böyükdür. Qırmızı qovluğun qalınlığı, sarı qovluğun qalınlığı x-in 2 mislindən vur 2, 2 mislinə bərabər deyil, hələ 2 santimetrdə böyükdür, plus 2. Qırmızının hündürlüyü, qırmızı qovluğun qalınlığı sarıdan x-in 2 mislindən 2 santimetr böyükdür. Yəni 2x plus 2-dir. Eyni rəngli qovluqların qalınlıqları bərabərdir axı. Eyni rəngli. Onda o biri qırmızı qovluqda qalınlığı 2x plus 2 olar. İndi gələk, aha, bir dəqiqə bu hissə ilə bizim işimiz bitdi. İndi gələk qutunun hündürlüyünə. Qutunun hündürlüyü bütün qovluqların qalınlıqları cəmindən 12 santimetr çoxdur. Bütün qovluqların qalınlıqları cəmi. Deməli, x oldu burada 4x.
4x'in üstə 2x gəl 6x, 6x'in üstə 2x gəl 8x, üstə gəl 2'lər də toplandı 4. Deyir qutunun qalınlığı bütün qovluqların qalınlıqları cəmindən bundan tapdığımızdan 12 cm çoxdur, yəni plus 12'dir. Bu da qutunun hündürlüyüdür. Qutunun hündürlüyüdür. Ümumi hündürlüyü nə qədər idi? Bəs yaxşı. 68. Onda biz nə edək? Bayaqları 8x plus 4 tapdıq. 8x plus 4 bütün qovluqların qalınlıqları cəmi idi. Bütün buradan bura qədər 8x plus 4 idi. İndi üstünə də qutunun hündürlüyünü gələk. 8x plus 4 plus 12'ni. Və ümumi hündürlüyü 68'ə bərabər edək. Axır ki. 8x, 8x, 16x, o da eləyir 20, bərabər 68, 68 çıx 20, 48, x'i 3 tapırsan, amma 3 tapan kimi cavaba yazmayın. Sualı oxuyun. Cavab 3 deyil, oxumaq lazımdır. Axırıncı cümlədə nə deyir? Şərtdə sizdən nə istəyir? Bunu mütləq oxumaq lazımdır ki, görün şərtdə sizdən nə istəyir? Deyir, qutunun hündürlüyünü tapın. Qutunun hündürlüyü. Qutunun hündürlüyü var getdi bu. Hə. Qutunun hündürlüyü bax burada yazmışdıq. Qırağından yazmışdım. Deməli 8 vurulsun 3, üstə gəl 4, üstə gəl 12. 8 vur 3 24. O da 16 eləyir 40. Cavab burada 40'dır. Qutunun hündürlüyünü soruşur. Qutunun hündürlüyü olur 40. Daha sonra keçirik deməli. Keçəcəyik. Keçirik deməli 18-ci suala. Qəribə suallar gəlir. 18-ci sualda. Bir dəqiqə. 18-ci sual. Düzbucağının sahəsi S bərabərdir A vurulsun B. Sahəsi bərabərdir x kvadratı çıx 7x plus 12. Sahəsi n vurulsun uzunluğudur, düzdür. Olsun n'i A, bilmirik. Uzunluğu B olsun. Uzunluğunu 2/3 verib şərtdə. Uzunluğunu veribdir. Onda n'i A'dır. A vurulsun. Uzunluğu 2/3'dür. Bir dəqiqə 2/3. O da bərabərdir x kvadratı çıx 7x plus 12. Buradan n'i tapaq. N'i tapanda nə edirik? Sahəsini uzunluğuna bölürük. Yəni x kvadratı çıx 7x üstə gəl 12'ni bölürük 2/3'ə. Aha. O da yuxarıda hədlərin sayı 3'dür. Birinci əmsal 1'dir. 2 mötərizə metodu ilə vuruqları ayıraq. Yazdıram elə birbaşa 2/3, 2/4. Vurub açanda o alınır. Onsuz da. Həm də mənfi 3'ü mənfi 4'ə vuranda müsbət 12 eləyir. Mənfi 3 ilə mənfi 4'ü toplayanda mənfi 7 eləyir. Bunlar ixtisar getdi. Onda n'i 2/4'dür. Bu onun n'idir. B uzunluğudur. Uzunluğu da 2/3'dür. Bu da onun uzunluğudur. Deyir ki, x'in ən kiçik tam qiymətini tapın. Şərtə baxın. Biz bilirik ki, fiqurun, hansı fiqur olur olsun, fiqurun tərəfi mənfi ola bilməz. Nə də tərəf 0 ola bilməz. Ona görə ətrafında biz bunu yazası olsaq, yazmalıyıq 2/4 böyüdür 0. Yəni tərəf 0'dan böyük olmalıdır. Tərəf mənfi ola bilməz. Tərəf 0 ola bilməz. Tərəf 0'dan böyük olmalıdır. Müsbət olmalıdır. Buradan x böyükdür 4'dən. N ilə 2/3'ü də biz 0'dan böyüdürük. X da böyükdür 3'dən. Tərəf mənfi ola bilməz. Tərəf 0 ola bilməz. Tərəf 0'dan böyük olmalıdır. Müsbət olmalıdır. Onda x 3'dən də böyükdür. 4'dən də böyükdür. X'in ən kiçik tam qiyməti 5'dir. 5 olmalıdır ki 4'dən də böyük olsun. 5 olmalıdır ki 3'dən də böyük olsun. Ən kiçik tam qiyməti təbii ki biz burada 5 tapırıq.